Hello, dear children. Salam, əziz uşaqlar. Unit 2, Lesson 4. İkinci bölüm, 4-cü dərs. Word work, söz işi və ya söz tapşırığı. Uşaqlar, 24-cü səhifənin üst hissəsində bizə 2 hərf verilmişdir. Bu hərflərdən birincisi H hərfidir. H hərfi H kimi səslənir. Məsələn, happy. Happy xoşbəxt deməkdir. Uşaqlar, ikinci hərfimiz O hərfidir. O hərfi qısa O kimi səslənir. Məsələn, hop. Uşaqlar, hop sözü tullanmaq deməkdir. Bir əyaqla və ya yüngül formada tullanmaq və ya sürətlə keçmək, yer dəyişmək. Uşaqlar, indi isə sizə H hərfinin əl yazmasını təqdim edirəm. O hərfinin əl yazmasını isə biz ötən dərsimizdən bilirik. Exercise 1 on page 24. Birinci tapşırıq səhifə 24-də. Listen and chant. Dinlə və oxu. H plus op equal hop. H üstə gəl op bərabərdir hop. Yəni tullanmaq, sıçramaq. İndi isə dinləmə mətninə keçid edək. Word work. Up, hop. Up, hop. Up, hop. Exercise 2. İkinci tapşırıq. Look at the words. Sözlərə baxın. Say the words with the H and O sounds. H və O səsli sözləri deyin. Birinci sözümüz happy sözüdür. Happy xoşbəxt deməkdir. Happy sözündə H səsi var. Uşaqlar, happy sözünü işarələyirik. İkinci sözümüz pencil sözüdür. Yəni karandaş. Pencil sözündə H və O səsləri yoxdur. Üçüncü sözümüz hi. Hi salam deməkdir. Hi sözündə H səsi var. Uşaqlar, hi sözünü də işarələyirik. Sonuncu, dördüncü sözümüz hopscotch sözüdür. Hopscotch bizim bildiyimiz klas oyunu deməkdir. Uşaqlar, bu sözdə həm H, həm də O səsi var. Exercise 3 on page 25. Üçüncü tapşırıq səhifə 25-də. Say the words, find the pairs. Sözləri deyin və cütləri tapın. Uşaqlar, biz bu tapşırıqda O hərfli sözləri seçəcəyik. Birinci rəsmdəki söz dad sözüdür. Dad ata deməkdir. Bu sözdə O hərfi yoxdur. İkinci sözümüz mom sözüdür. Mom ana deməkdir. Bu sözdə O hərfi var. Mom sözünü işarələyirik. Üçüncü sözümüz stop sözüdür. Stop dayan deməkdir. Stop sözündə O hərfi var. Buna görə də biz bu sözü də işarələyirik. Sonraki sözümüz hop sözüdür. Hop tullanmaq, sıçramaq deməkdir. Bu sözdə də O hərfi var və biz bu sözü də işarələyirik. Sonuncu sözümüz pencil, karandaş sözüdür. Bu sözdə O hərfi yoxdur. Exercise 4. Dördüncü tapşırıq. Say it. Onu de. Hi mom. Salam ana. Stop and play hopscotch. Dayan və gəl klas oynayaq. Gəlin dinləmə mətnini dinləyək. Hi, Mom. Stop and play hopscotch.